Bu gün deməli belə bir fikir formalaşıb ki, əsasən İslam aləmində, müsəlman dünyasındakı Qərb, xüsusən də Amerika İslamla mübarizə aparır və İslamı deməli məhv etməyə qarşısına bir belə deyək amac qoyubdur və ona görə də bu gün dünyada baş verən bu terror hadisələri, xüsusən İslam dünyasının deməli bu terrordan əziyyət çəkməsi də elə Qərbin bu çirkin niyyətinin deməli nəticəsidir. Siz bunu necə düşünürsünüz? Qərbin, Amerikanın belə bir fikri, niyyəti varmı? Əgər vardırsa, bu nəyə hesablanıb? Aydındır. Ümumiyyətlə, Qərb aləminin dövlət idarəçilik baxımından mən Amerika dövlətinin, yaxud da ki, Avropa ölkələrinin hər hansı birinin dövlətinin altında müəyyən qurumları var. Tutaq ki, böyük bir silah şirkətləri var ki, onların başında duran insanlar müharibənin tərəfdarıdırlar. Nə etməlidirlər? Onlar silahların satılması üçün. Onlar da İslam ölkəsini bir məkan seçiblər. Sadə amma İslamın özü İslam özü barış dinidir, elm dinidir. Və bu din sonda olduğu üçün, sonucu din olduğu üçün və gözəl din, mükəmməl din olduğu üçün bu xəstpərəst aləmində, Yəhudi aləmində qısqanclıq yaradır. Hətta Peyğəmbərliyin özü bisətində, o Peyğəmbərlik ki veriləndə Yəhudilər nə demişdir? Yox, bu ərəb olmamalıydı. Onda belə qısqanırdılar. Və o qısqanclıq bu gün də var. Və bunlar görəndə ki, İslam artıq Avropaya yayılır, özü elmlə yayılır, onların alimləri bu dini qəbul edirlər, onlar çox narahatdılar. Çünki burada deməli, bunu sizi inandırım ki, üstəgəl İslam aləmindəki resurslar, iqtisadi resurslar, bu baxımdan da onlarda bu həddən çox qızıq yaratdığı üçün, bu prinsiplər onlarla üst-üstə düşmədiyi üçün onların narahatlığına səbəb olur. Onların da ki, bu addımları İslam aləminin mənə elə gəlir ki, prinsiplərini belə deyək də zərbə vurmaq üçündür. Deməli, bugün bu baş verən, dünyada baş verən terror hadisələri, mənfi hadisələr, xüsusən yenə qeyd etdiyimiz kimi İslam aləmində olan bu xoşagəlməz hadisələrin, belə deyək, günahkarı sizcə din əhlidir, dindarlardır, ya siyasətçilərdir? Bunu bu cür müqayisələndirsək, bunların hansını daha çox günahlandırmaq olar ki, bu baş verən hadisələrdə bunların səriştəsizliyi ya məqsəd yönlü hansı addımlarıdır? Aydındır. Bu günləri dünyanın idarə edilməsi məsələləri tək siyasətçilərin belə deyək də öz düşüncələri hesabına deyil, ölkələrin özlərinin idarə edən qüvvələri var. Hətta mən sizə bir tarixi bir fakt yada salım. Deməli, götürək Amerika dövləti. Amerika dövləti Truman gələndən sonra o qərar verir ki, bütün özəl obyektlər dövlət hesabına keçirilsin və buna imkan vermirlər, mane olurlar. Məhkəmə bunu qəbul etmir, qanun olaraq. Amma sonra nə edir? Həmən məhkəmə orqanlarının öz adamlarını yerləşdirəndən sonra o qərara nail olur. Üstəgəl, böyük, məsələn, hətta neft şirkətlərinin böyük pullu varlamış adamları prezidentə belə təsir edirdilər. Məsələn, 20-ci illərdə, sonraki 30-cu illərdə. Amma nəticə etibarilə bu gün də elədir. Bu günləri işidi İslam aləmində bir bomba qoyublar onun içərisində. Ki, bütün İslam aləmində nə etsələr, işid etdi deyərək, İslamı gözdən salmaq üçün. Çünki İslam işiddir. İslam işid deyildir. İslam işidin əleyhinədir. Onlardan da çox əleyhinədir. Çünki terroru əgər Qərbin müəyyən adamları, əgər orada döyüşən insanlarda bir tərəfdə silah, Rus bir tərəfdə silah, Amerika silahıdırsa, deməli burada işidin İslama aidiyyəti ola bilməz. Mən misal üçün deyirəm. Təbii ki, o demək deyil ki, Rus dövləti yox. Müəyyən qurumlar ki var, böyük silah şirkətləri ki var, onlar silah satırlar. Onlar silahları nə etməlidir, kimə satmalıdırlar? Bu cür qurumlar. Hətta onların, mən inandırım ki, onların daxili işlərində müəyyən müqavilələrlə bağlayırlar. Ki, gizli tərəflərində ki, bəli, biz bu qədər silahı sizə verəcəyik, bu işlər başa çatmalıdır. Amma nəticədə nədir? Nəticə isə təbii ki, burada ideoloji müharibə gedir. İslam aləmi ilə, xəstpərəst aləmi ilə ideoloji müharibəsi gedir. Burada da ədalət, haqq bu tərəfdədir. Çünki elm bu tərəfdədir. Çünki bu tərəfdə
həqiqətən də Allahın da Qurani-Kərimdə dediyi kimi Allah qatında qəbul olunan din İslam dinidir. Belə bir ayə də var. Bu baxımdan da onları da həddən çox qızıqlandırır və onların da dilindəki dəyişikliklər, müəyyən dəyişikliklər, İslamda isə heç bir dəyişiklik olmaması, onların, insanların da kamil olaraq, mükəmməl olaraq İslama axını təbii ki, bu xəzbərəst aləmini həddən çox narahat edir və onların da bu artıq tatbiq üsullarıdır ki, nə edək, İslam aləmini gözdən salaq, bu cür terrorist təşkilatlarından İslam içərisində yaratmaq və bu adı da ona sırmaqla dünyada böyük hansısa bir mənzərəni yaratmaq istəyirlər. Amma mən əminəm ki, bunlar heç vaxt mümkün olmayacaqdır. Çünki İslamın artıq belə deyək də, o nurdur. Quranın bir adıdan nur kitabıdır. Yəni, o nurun qabağında qaranlıq heç vaxt davam gətirə bilməz. Aydındır. Yəni, belə qənaətə gəlmək olar ki, bir növü dinin və din adamlarının siyasi, deməli, alətə çevrilməsi nəticəsində, yəni o müəyyən siyasi dünyanı idarə edən qüvvələrin, məsələn, IŞİD kimi terror təşkilatlarının qeyd etdiniz ki, yəni yaradılmasında belə deyək, əsas siyasilərin, belə demək olar onda ki, onların günahı var. Yəni bu işdə siyasət... Təbii ki,